Təsəvvür et, sabah oyandın, bank kartın işləmir. Dollar, avro, manat, hamısı bir anda dəyərsizləşib. Amma bir şey hələ də dəyərlidir. Qızıl. Dünyada hər şey batsa belə, insanlar yenə o sarı parıltıya qaçır. Amma sual budur. Niyə məhz qızıl? Axı o da bir metaldır. Nə yeyilə bilər, nə içilə bilər. Bəs niyə bütün bəşəriyyət min illərdir onun arxasınca qaçır? Qızılın dəyəri minilliklər əvvələ dayanır. İlk dəfə Misirdə, sonra Romada, daha sonra Osmanlıda. Qızıl qüdrətin, zənginliyin və sabitliyin simvolu idi. Çünki o paslanmır, çürümür, itmir. İnsanlar instinktiv olaraq anlayıb ki, dəyişən dünyada dəyişməyən tək şey qızıldır. Orta əsrlərdə qızılı olan krallar dünyanı idarə edirdi. 1971-ci ilə qədər isə bütün dünya pulları qızıla bağlı idi. Yəni 1 dolların belə arxasında qızıl dayanırdı. Amma o sistem ləğv edildikdən sonra pullar sadəcə kağız oldu. İndi isə tarix təkrar olunur. Dünya yenə qarışıqdır. Müharibələr, iqtisadi böhran, bank iflasları, kriptovalyutaların batması və insanlar yenə qızıla qaçır. Çünki qorxurlar. Qızıl qorxunun valyutasıdır. Hər dəfə dünya qorxanda qızıl bahalaşır. Məsələn, 2008 böhranında qızıl 2 dəfə bahalaşdı. 2020 pandemiyasında rekora çatdı. 2024-25-də isə yenə eyni ssenari. Dollar zəifləyir, qızıl yüksəlir. Çünki insanlar inamı itirəndə metal parçasına deyil, sabitliyə yatırım edirlər. Bəlkə də qızılın əsas dəyəri onun parıltısında deyil, bizim qorxularımızda gizlidir. Biz dünyaya güvənmirik, pullara, dövlətlərə, banklara, heç kimə. Ona görə sanki hamımız gizli şəkildə bir şeyə inanırıq. Hər şey məhv olsa da qızıl qalacaq. Amma bəlkə də sual belə olmalıdır. Qızıl dəyərlidir, çünki biz ona inanırıq, yoxsa biz ona inanırıq deyə o dəyərlidir? Əgər sabah hər şey sıfırlansa, sən nəyə inanardın? Qızıla yoxsa insana? Mənə rəy bölməsində yaz. Səncə qızılın dəyəri həqiqidirmi, yoxsa sadəcə bir illüziyadır?